Salam. Bugün Füzulinin bir məşhur şeir haqqında danışacağım. Şeir özü sadədir, ancaq çox incə məqamlar vardı orada və onları izah eləməyə çalışacağım. Şeirin vəzni fəəlatun, 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 fəələndir. Rəməl bəhridir. Pembeyi dağ cünun içre nihandır bedenim. Diri oldukça libasım budur, ölsem kefenim. Canı canan dilemiş vermemek olmaz ey dil, ne niza eyleyelim. Oğlu ne senindir, ne benim. Daş deler ahım oxu, şəhdi ləbin şövqündən. Nola zəmbur evinə bənzəsə beytül həzənim. Baxın, burada Z hərfinin dalbadal təkrar olunması həm arının səsini adamın beynində canlandırır, həm də zarmaq ab-həvasını adamın beynində, təsvirini adamın beynində yaraldır. Alliterasiya deyirik. Bu şeirdə bir neçə yerdə vardı. Alliterasiya haqda əlavə bir video çəkmişdim öncə. Baxsaz eləyə bilərsiniz. Füzulinin elə bir şeiri vardı. Başdan ayağa alliterasiyadır. Burada da alliterasiya sənətindən çox istifadə olunubdur. Hətta bundan öncəki misriyə bir baxın. Daşdələr ahım oxu şəhd ləbin şövqündən. Burada şə hərflərinin dalbadal təkrar olunması şövqü, həyəcanı göstərir və bu şə hərflərinin təkrar olunması ilə həyəcan, şövq, zövq göstərmək çabasını biz fars şeirində, ərəb şeirində və Füzulinin başqa şeirlərində də görürük. Demək ki, siz yəqin Məşədibadın filminə baxmısınız. Orada Məşədibad bir farsça Sədi Şirazinin bir şeirini oxuyur. Şəbəstu şahidu şəm'u şərabı şirini. Baxın, şir. Belə yəni bir şəm bir ab-hava yaratmaq üçün onu oxuyur. Şəbəstu şahidu şəmi şərab şirini Ganimet است ki şeb ruy buzdan bini Tövg-i zəncir cünun dairə dövlətdir. Nə rəva kim məni ondan çıxara zəif-i tənim. Eşq sərgəştəsiyəm, seyli sirişq içrə yerim. Bir hubabam ki həvadan doludur pirəhənim. Baxın, burada şi ilə r hərflərinin təkrar olunması selin səsini adamın beynində canlandırır. Eşq sərgəştəsiyəm, seyli sirişq içrə yerim. Baxın, şi, r dalbadal təkrar olunubdur. Və ondan sonraki misrada h hərflərinin təkrar olunması hubab sözünü, köpük sözünü hava sözünü adamın beynində canlandırır. Bir hubabəm ki havadan doludur pirəhənim. Hı. Bülbül-i qəmzədəyəm, bağ-u bəharım sənsən. Dəhən-u qədd-u ruxun qünçəv-u sərv-u səmənim. Edəməm tərk Füzuli, sər-çuyin yarın. Vətənimdir, 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 vətənim. Son beyti bəzi divanlarda belə də yazıbdılar. Edəməm tərk Füzuli, sər-çuyin yarın. Necə ki zülm yeri isə bana xoşdur vətənim. Bəzi divanlarda indi başqa cürə yazıbdılar. Necə ki zülm verirsə bana xoşdur vətənim. Hər halda. Amma indi gedək şeirin mənası nədir? Pəmbəyi dağı cünun. Pəmbə yəni pambıq, dağı dağlamaqdır, cünun dəlilik. Qədim son ilac olaraq dəliləri dağlayırmışlar ki, bəlkə sağalsınlar və
o dağ yerindən qan axmasın deyə pambıq düzülmüşlər. Füzuli deyir ki, Cünun dağının pambıqları içrə bədənim gizlənibdir. Yəni büsbütün bədənim Cünun dağına qoyulmuş pambıqlardır. Bu mənim paltarım olubdur. Diri olduqca libasım budur. Nə qədər ki diriyəm, paltarım budur. Nə qədər dağlasalar da, yəni dəli kimi yaşayacağım mən, Məcnun kimi. Diri olduqca libasım budur, ölsəm kəfənim. Yəni öləndən sonra da belə məni bastırsınlar. Bu pambıqlar içində. Canı canan diləmiş. Canan yəni sevgili. Verməmək olmaz ey dil, nə niza eyləyəlim. Niza yəni tartışma, savaşma, dalaşma. Nə niza eyləyəlim, oğlu nə sənindir, nə mənim. Yəni can, ey ürəyim, canı canan istəyibdir, sevgili istəyibdir. Nə oturaq tartışaq, can nə sənindir, nə mənimdir, kimindir? Sevgilinindir. Daş dələr, ahım oxu, şəhdi ləbin şövqündən. Sənin dodağının şəhdi elə bir şövq verir mənə, elə bir həyəcan verir mənə ki, ahım daşı dələr. Nola zəmbur evinə bənzəsə Beytül Həzənim. Zəmbur yəni arı. Deyir, əgər mənim Beytül Həzən, yəni qəmlər evi. Beyt yəni ev, həzən hüzün sözündən gəlir, yəni qəmlər. Demək, həm Həzrəti Yaqubun evinə Beytül Həzən deyirmişlər. Çünki Yusufu qardaşlara aparıb quyuya atmışdı. İllərlə bu onun həsrətindən ağlayırmış, sızlayırmış və onun evinə Beytül Həzən deyirlər. Bir dənə İslamda Beytül Həzən vardı. Yəni Məhəmməd Peyğəmbər öləndən sonra onun qızı Fatimə onun qəbristanlıqda səhərdən axşama ağlayırmış. Ta nəhayət Əli onun üçün orada bir daxma düzəldir ki, ənazi günün qabağında olmasın. Demək ki, ona Beytül Həzən deyirlər, o daxmaya. Və o neçə dəfə dağılıbdır, ya dağırdılıbdır, yenidən tikibdilər belə. Sonuncu dəfə Osmanlı İmperiyası zamanı onu yenidən təmir elədilər. Sonra yenidən Vahabilər onları dağıtdılar. Füzuli burada nə deyir? Deyir ki, sənin dodağının şəhdi elə bir həyəcan məndə yaraldır ki, ahımın oxu daşı dələr. Nola zəmbur evinə bənzəsə Beytül Həzənim. Arı evinə, əgər mənim evim, hüzünlü evim bənzəsə, təəccüblü bir şey deyil. Arı pətəyinə baxsaz, əvvəla deşik-deşikdir. Füzuli deyir ki, mənim də evim demək ki, arı pətəyi kimidir. Yəni o qədər daş dələn ah çəkmişəm ki, hər yer deşik-deşikdir. Bir də zəmbur evi arı pətəyinə baxsaz, demək ki, həmişə orada vız elə bir ki, zarıyırlar onun içində. Və Beytül Həzəndə də, qəm evində də həmişə sarmaq vardı. Füzuli deyir ki, əgər mənim evim Beytül Həzənim arı yuvasına bənzir, heç də təəccüb etməyin. Tövq zəncir-i cünun dairə-i dövlətdir. Tövq yəni halqa. İpi tutalım ki, kəndiri ipi bir dairəvi şəkildə belə bağlayırsan, bir halqa yaraldırsan, yaxud məsələn burada qandal mənası da verə bilər. Deyir, cünun zəncirinin qandalı dövlət dairəsidir. Yəni sən əgər dövlət axtarırsan, sərvət axtarırsan, şan şöhrət axtarırsan, sən onu cünun dəlilik zəncirinin halqasında axtarmalısan, qandalda axtarmalısan. Nə rəva ki, məni ondan çıxara zəfi tənim. Deyir ki, nə rəvadır ki,
məni arıqlığım, bədənimin zəifliyi o qandaldan çıxarsın. Yəni o qədər arıqam ki, çöp kimi, elə bir ki, çöpə qandal olursan. Yəni çəksən çıxacaq oradan. Deyir, o qədər arıq və zəifdir bədənim ki, qandal da vursan, onu bağlamaq mümkün deyil və ona görə də çox heyflər olsun ki, Zəncir Cununun qandalına da belə sığışmıram mən. Eşq sərgəşdəsiyəm. Sərgəşdə yəni avara, darmadağın olmuş bir adam ki, yeri yurdu yoxdur. Eşq sərgəşdəsiyəm. Seyli sirişk içrə yerim. Sirişk yəni göz yaşı. Göz yaşımın seli içində yaşayıram. Bir hubabəm ki, havadan doludur pirəhənim. Mən bir hubabam, köpüyəm, havadan pirəhənim, yəni paltarım doludur. Yəni, başım havalıdır, büsbütün vücudum havadır, havalıdır. Bülbül-ey qəmzədəyəm, bağ baharım sənsən. Burada tənasüb işlədibdir. Tənasüb yəni eyni kateqoriyadan olan sözləri şeirdə davamlı şəkildə işlədəsən. Baxın, bülbül-ey qəmzədə bülbül, bağ, bahar, bunlar hamısı tənasüb yaradırlar bir-birinə. Bülbül-ey qəmzədəyəm, bağ baharım sənsən. Qəmzədə yəni qəmli, o adam ki, qəm onu əhatə eləyibdir. Dəhənü qəddü ruhun qünçəbu sərvu səmənim. Burada daha da belə çətin və maraqlı bir ədəbi sənət işlədibdir. Buna ərəblər muraatun nəzir deyirlər. Yəni, bir şeyə qarşılıqlı başqa bir söz, bir şeyə qarşılıqlı başqa bir söz, bir şeyə belə və bunlar bir-birindən tənasüb təşkil edirlər. Amma eyni zamanda iki bir-biri ilə də ilgiləri var. Baxın, buna muraatun nəzir deyirik. Tənasübün daha belə çətin formasıdır ədəbi sənətdə. Dəhən yəni ağız. Deyir ki, sənin ağızın qönçədir, qəddin sərvidir, sərv ağacı kimin uzunsan, ruhun da səməndir. Səmən yasəmən gülüdür. Yasəmən gülüdür. Bu Pəhləvi dildən gəlir və Pəhləvi dildən sonra ərəblərə yasmən kimi keçibdir. Sonra Yunanlara gedibdir. Sonra Romaya, indi Avropada jasmin yaxud yasmin deyirlər o gülə. Ağappaq olur. Çox gözəl və Füzuli dönə-dönə. İndi Füzuli də deyil, yalnız Fars şairləri və ərəb şairləri bollu istifadə edibdilər bu yasəmən. Həmişə yarın üzünü yasəmənə bənzədibdilər. Dəhən o qədduruxun, sənin ağzın, qəddin və üzün, mənim qünçə, sərvim və yasəmənimdir. Buna muraatun nəzir deyirik. Edəmən tərki Füzuli, sərikuyin yarın. Sərikuyin yəni küçəsinin başını. Mən yarın küçəsinin başını tərk eləyə bilmərəm. Vətənimdir, 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 vətənim. İndi bəzi divanlarda qədim belə yazılıbdır. Necə kim zülm yeri isə, bana xoşdur vətənim. Yəni, nə qədər də zülm yeri olsa, mənə vətənim xoşdur. Yaxud necə kim zülmü verirsə, yəni nə qədər ki zülmü versə də mənə, yenə də vətən mənim üçün xoşdur. Amma Azərbaycanda, bilmirəm nə səbəbdən, təxminən bütün divanlarda belə yazılıbdır ki, edəmən tərk Füzuli sərikuyin yarın, vətənimdir, 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 vətənim. Pembe-i dağı cünun işre nihandır bedenim, diri oldukça libasım, budur ölsem kefenim. Pembe-i dağı
nihandır bedenim. Diri oldukça libasım budur ölsem kefenim. Canı can